Sürekli sevişmek istemek psikolojik hastalık mıdır? Günde 8 kere soruyorum doktor hanım. Aydındır. Daim Diyanın bu təşvişin, yüksək təşviş nəticəsində də ola bilər. İnsan təşvişini bastırmaq üçün, insan təşvişini regulasiya etmək üçün variantlardan biri də ola bilər ki, hə, istəsin gün ərzində çoxlu-çoxlu, yəni intim əlaqə. Bu belə də ola bilər. Ola bilər sadəcə həqiqətən də sizin fizioloji tələbatınız budur. Belə də ola bilər. Ola bilər hələ bil özünüzə sübut etmək. Siz necə bir də görürsünüz ki, məsələn, kişilər aləmində belə bir şeylər var da. Deməli ki, belə deyim də, bir reallıqda, sosial aləmdə istədiyi yeri tuta bilmir deyə, istədiyi pozisiyanı əldə edə bilmir deyə, yəni kişilər aləmində özünü zəif, gücsüz hiss edən adam qadınlar aləmində heç olmasa onu kompensasiya etməyə çalışır. Yəni ki, mən çoxlu intim əlaqədə özünü sübut etmək istəyir ki, mən əsl kişiyəm. Mən əsl kişiyəm. Bildiniz necə? Hələ bil buna hər zaman bu sübuta ehtiyac duyur. Yəni əslində bu da onda təşviş yarada bilər də. Yəni ki, mən istədiyim yerlərə gəlib çıxa bilmirəm. Mən istədiyim pulları qazana bilmirəm. Yəni ki, səbəb bu da ola bilər. Bildiniz? Yəni ki, sübut edir. Mən yox da mən heç o biri kişilərdən geri qalmıram. Onların bəlkə ola bilər gözəl, nə bilim, əla maşınları var, evləri var, villa var, o var, bu var. Hə? Amma bəlkə onlar mənim kimi heç sevgili ola bilməzlər. Onların ətrafında bu qədər xanım yoxdur amma. Onların üçün bu qədər əldən gedən qızlar, qadınlar yoxdur. Yəni burada psixoloji faktor ola bilər, elə yenə də bədənin tələbatıdır.